müğənni Tacir Şahmalıoğlu'nun evində toy olacaq. Axşam.az xəbər verir ki, sənətçi bu haqda Qonaq canlı proqramında deyib. O bildirib ki, oğlu Şahmalının toyu mayda olacaq. Mayın 20-sində kişilər olan məclisdir. 27-si isə xanımların da olacağı toy edəcəyik. Qeyd edək ki, Şahmalı ötən il Aytac adlı xanımla nişanlanıb. Aparıcı Leyla Mustafayeva bir neçə gündür bulvarda tülpanları əzmələri ilə gündəmə gələn blogerlərə söz atıb. Axşam.az xəbər verir ki, aparıcı Lalə tarlasında fotolar çəkdirib və izləyiciləri ilə bölüşüb. Leyla paylaşımına Lalə mövsümünə start. Tam olaraq harada olduğunu deməyəcəyəm. Tülpanların gününə düşməsin sözlərini yazıb. Qeyd edək ki, Bakı bulvarında əkilən tülpanları bir neçə xanım video və foto çəkdirərkən əzib. Onların blogerlər olduğu ortaya çıxdı.